قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّٰهِ. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala men la nebiyye ba'dahu. Amma ba'du. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, Allah Azze ve Celle'nin izniyle Dərd və Dava kitabını başlayırıq biiznillah. Ümumiyyətlə, Allah'ın izniyle qeyd eləyək ki, bax, Şeyx Abdurrazaq Hafizahullah kitabı şərh eləyib və ümumiyyətlə çox alimlər şərh eləyibdir. Və bilirsiniz ki, tələbələrimizdən də çox adam bu dərsləri, bu kitabı çox keçiblər yəni. Lakin Allah Subhanahu izi ilə, yəni kitab o qədər bir bərəkətli kitabdır ki, necə ki Şeyx Abdurrazaq Hafizahullah deyir ki, Allah Azze ve Celle bu kitab vasitəsilə yəni bir çox insanların, yəni bu dərdə düşən insanlara Allah Azze ve Celle şifa veribdir. Yəni çox insanlar bu kitab vasitəsilə deyir, yəni bəlalardan qurtulurlar yəni. Yəni kitabın ümumiyyətcə özünün yəni nəyin əsasında yazılmasına baxsaz, kitab bir nəfərin Şeyx İbn Qeym Rahiməhullah'a verdiyi sual üzərinə qurulur. Yəni bir nəfər hansısa bir günaha mübtəla olan bir kəsin İbn Qeym Rahiməhullah ona yəni ünvanladığı sual üzərində yazılıbdır bu kitab. Və alimlər gətirirlər ki, burada bəzən görürsən ki, elə bir suallar var ki, necə ki, bu çox bir alimlərin yollarında görmüşük ki, bunu, onların çoxlarının yəni kitab yazılmasına yəni səbəb, yəni hansısa bir insanın verdiyi sualdır. Ona görə bəzən görürsən ki, insanların yəni verdiyi, ixlasla verdiyi bir sualın üzərində nədir? Görürsən ki, nəsə sualların sual verdiyi, bir dənə sualın yəni suala görə yəni belə bir yəni kitab yazılıbdır. Hansı ki, yəni onunla insanlara nədir? Fayda verilibdir. Ümumiyyətcə, kitabın adı da nədir? Dərd və Dəva. Yəni, inşallah qarşıda görərsiniz ki, biiznillah teala, yəni kitabın həqiqətən də özəllikləri var. İbn Qeym Rahiməhullah yəni bu sualın cavabını elə gözəl şəkildə cavablandırıbdır ki, yəni bir insanın sanki dərdli insanların dərdinə bir dəva olubdur. Ona görə kitabın adı da elə, adlanmasına səbəb də elə budur. Bəzən görürsən ki, insan yəni sual verməklə çox böyük bir faydalar yəni əldə edə bilir, özü də və həmçinin də ətrafına da. Ona görə bəzən gətirirlər alimlər ki, bəzən görsən insan bir dənə sual verir, onunla deyir nədir, ətrafında olan qardaşları da faydalandırır. Ümumiyyətcə, elmin öyrənmə yollarının ən gözəl üslublarından biri də sual-cavabdır. Bəzən görürsən ki, bir insan nə edir? Bir sual ünvanlayır, yansı özündən çox ətrafındakılar nə edir? Faydalanır. Və yaxud da görürsən ki, misal üçün, bir də görürsən hansısa bir misalını, özün bilirsən, lakin özün cavabını bildiyin sualı elm tələbəsinə yönəldirsən, ətrafında olan qardaşlar da o sualın cavablarından faydalanırlar. Buna dəlil olan nədir? Cibrilin hədisidir. Baxın, Cəbrail aleyhissalam Peyğəmbər sallallahu aleyhi və səlləmə gəlir və soruşur. Əxbirni anil İslam. Sonra mənə İslam haqqında xəbər ver. Mənə iman haqqı, halbuki vəhyi gətirən kim idi? Peyğəmbər sallallahu aleyhi və səlləmə, yəni Cəbrail aleyhissalam özüydür. Və bəzən görürsən ki, bu suallara görə elə bir faydalar əldə olunur ki, yəni hansı ki, yəni insan heç onu özü, yəni misal üçün oturub hardansa əldə edə bilmir. Ona görə bəzən görürsən elm məclislərinə gəlməyin faydalarından biri də hansıdır? İnsanın özünün heç ağlına gəlmədiyi bir məsələni hansısa bir insan ki, məsələ sual verir, o sualdan o faydalanır ki, subhanallah. Mən indiyənə qədər neçə ildə bu ibadəti səhv edirdim. Yəni, bu da elm məclislərinə gəlməyin fəzilətlərindəndir. Ümumiyyətlə, qardaşlar,
bəzən görürsən ki, yəni bu sual verənin ümumiyyətlə kitab yazılanın kimin ki sualına görə yazılıbdır. Yəni kitabın axırında bəlli olur ki, bu insan hansısa bir günaha mübtəla olubdur. Özdə eşq, yəni günahıdır. Hansı ki bu şəhvətlə bağlı olan bir günah olur. Və o sualını indi dərsinin özündə məzmununda gələcək. Sual ünvanlayır İbn Qeym Rahimehullah'a. Ümumiyyətlə qardaşlar, şeyx burada gətirir ki, günahların ilkin olan bir şirinlikləri var. Bax, Allah Subhanahu taala bizi hal-hazırda bu günahlar bizim üçün bağlı qapılardır. Elhamdülillah. Yəni biz bir diyardayıq. Günahkar insanlar bir diyardadır. Biz onların nə çəkdiklərini, nə düşündüklərini Allah həmd olsun ki bilmirik. Və Allah Subhanahu taala bizə onu hiss elətdirmir. Sanki bir inci kimi Allah Azza və Cəllə bizi bu mundar, şəhvət və şübhələrlə dolu olan, fitnələrlə dolu olan cəmaatdan Rəbbim bizi sanki qoruyub və xilas edib. Bir qıraqda bizim dərdimizi nə edib? Görürsən, müsəlmanın dərdi nədir? Subhanallah, mən bugün səhər axşam zikirlərimi çatdırmadım. Bugün Quranımı az oxumuşam. Bugün subhanallah sədəqə verə bilmədim. Məscidə gecikdim. Gör bunun dərdi nədir? Bu əslində bu dərdləri bizə dərd olaraq eləyən Rəbdir. Buna heç kəs özündən görməməlidir. Vallahi insanlar var. Nə qədər insanlar var ki, ilkin olaraq günahların şirinliyinə allanaraq böyük mübtəlara, yəni bəlalara üz veriblər. Çıxa bilmirlər. Narkomaniyası olsun, zina olsun, göz zinası olsun. Bugün hansısa bir telefonla atam görmür deyə baxdığı gizlin olan pozğun bir serialın mübtəlası olur ki, hansı ki artıq özünü bağışlaya bilməyən günahlara düşür. Və İbn Qeym Rahimehullah'a da bu insan bu sualı elə bir şəkildə verir ki, o insan bilir ki, bu düşdüyü günahlar onun dünyasını da, ahirətini də puç edəcək. Ona görə də qardaşlar, insan bilməlidir ki, günahların əsli yanı siftəsi çox şirin olur. Arxası isə çox acı. Elə bir acı ki, insanın dünyasını və ahirətini puç edir. İnsan ondan qurtula bilmir. Baxın, nə qədər oğlanlar var ki, bizdən də güclü, yaraşıqlı, hörmətli oğlanlar olublar. Vallahi bir dənə narkomaniyanın şirinliyinə ömürlərini puç ediblər. Son olaraq hörmətsiz, dəyərsiz bir insana çevrilir. Səbəb nədir? Yəni şeytanın insana olan düşmənçiliyinin nə idi? Yəni nəticəsidir. İnsanın, yəni şeytan insandan əl çəkmir, onu ta rəzil etməyənə qədər. Ona görə elə bilməyin ki, yəni bugünkü gün biz bu şeylərdən elhamdülillah qismən nə qədər ki, kimsə nə qədərsə uzaqdırsa, o deməkdir ki, bu dərslər bizə aid deyil. Ona görə İbn Abdurrazaq Hafizahullah deyir ki, Allaha sonsuz həmd olsun ki, mənim deyir, cavan vaxtlarımda bu kitab mənim əlimə keçmişdi. Və mən bunu oxumağı da Allahın müvəffəqiyyəti ilə gənc vaxtlarımda yəni müvəffəq olmuşdum. Və bu da dedi Allahın neymətindəndir. Bu kitab Allahın neymətindəndir. Həqiqətən də kim, bir toplum, yəni bir cəmaat oturub yəni bu kitabı oxuyarlarsa, tədəbbür edərlərsə, orada olan faydaları yazarlarsa, həyatlarında bir düstur olaraq tətbiq edərsə, Allah Subhanahu izni ilə onlar üçün böyük bir fayda olar. Baxın qardaşlar, bizdən qabaqda olan qövmlər haqqında Allah Azza və Cəllə nə deyir? Ad qövmü haqqında, Səmud qövmü haqqında. Allah Azza və Cəllə deyir ki: "Və Adən və Səmudə və qad təbəyyənə ləkum min məsakinihim." Deyir, Ad qövmü, Səmud qövmü, onları xatırlayın. Onların deyir, artıq yerləşdiyi yerlər, məskanlar sizə bəlli olmuşdur. Sonra nə deyirlər? وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ Şeytan onlara əməllərini bəzədi. وَكَانُوا مُسْتَبْسِرِينَ Onlar çox gözü açıq, görən cəmaat idilər. Baxmayaraq ki, bunlar yəni göz açıq idilər,
hər şeyi dərk edirdilər. Yəni, şeytan onlara əməllərini gözəlləşdirdi. Ona görə də bəsən baxırsan ki, bugünkü gün qardaşlar, xüsusən indiki vaxtlarda bizim bax bu cür kitablara ehtiyacımız var. Niyə? Yəni, insan hara, keçən dəfə dediyim kimi, hara əlini atırsa, bax, evindən çıxır çölə, qapıdan ayağını qoyan kimi çölə, ta gecə evə qaydana qədər, hətta evdə belə nə qədər ki, bu telefon onun əlindədir, yəni insanın şər, şübhə və şəhvətlərdən mübtalası qutarmır. Evdən çölə, qapıdan ayağını qoyursan çölə, indi həyat evlərindən danışmam, elə zdaniya başı pis gündədir. Neçə evdən çölə çıxmağa da ehtiyac yoxdur. Pəncərədən baxan kimi hər şey bəllidir. Ona fitnə, qadın fitnəsi, şəhvət fitnəsi, şübhə fitnəsi. Yəni adam vallahi kimlə bilmirsən oturasan, kimlə durasan, biri səni buradan narkomaniyaya sürüklüyür, biri oradan səni şəhvətlərə, şübhələrə, heç ara getməsən belə, ya evində otursan belə, görürsən telefon vasitəsilə də nə edir? Görürsən şeytan oradan, vallahi nələr edirlər. Adam var bir dənə bu telefon vasitəsilə dinindən çıxıbdır, bir dənə şübhə ilə. Bir dənə şübhə atılır, oturur orada hansısa bir yəni dinsizə qulaq asır, olur ateist. Vallahi, yəni bu dəhşətdir. Nə qədər qardaşlar var elə düşüb bu fitnəyə. Nə qədər qardaşların uşaqları var düşüb bu fitnəyə. Qardaş var, ibadət əhlidir, bu boyda saqqalla, neçə ildir cəmaatdadır, oğlu ateistdir. Yəni onun səbəb nədir qardaşlar? Sözsüz ki, bu boşluqların ən birincisi özümüzdədir. Ha? Lakin bunların hamısının səbəbləri var. Səbəblər nədir? Bax, əl-hazırda olan əlimizdəki olan cihazlardır. Yəni, şeyx də bunu gətirir ki, bax, əgər bu hələm o vaxtki dönəmdə, İbn Qeymin vaxtında bu günahlara mübtala olunan insanların halı bu olubdursa, gör, indi bu qədər yəni, fitnələrin içində bizim halımız nətər olmalıdır. Ona görə də yəni, sözsüz ki, Allah Subhanahu öz dinini heç vaxt yardımsız buraxmaz. Və Allah Azza və Cəllənin dininin də müdafiəçiləri, Allahın dinini yayan, onun dinini ayaqda saxlamaq üçün çalışan müttəqi qulları var. Necə ki, bu vasitələrlə insanlar şərləri yaymağa çalışır, eləcə də insanlar, möminlər, Allaha Azza və Cəllə sadiq olan qullar da bu vasitələrlə Allahın dinini, Allah Azza və Cəllənin ayələrini, hədislərini, Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərini nə edir? İnsanlara çatdırmağa çalışır. Baxırsan ki, nə qədər ki insanlar var, gecə-gündüz canlı açır, şər yayır, eləcə də insanlar var ki, canlı açır, Allah Azza və Cəllənin haqqını yayırlar. Və ona görə də, qardaşlar, bu cür insanlara birinci özümüz onlardan olmalıyıq. Allah Subhanahu dininə yardım edən qullardan olmalıyıq. Hər birimiz özümüzün, belə deyək ki, ölçümüzə görə, dərəcəmizə görə Allahın dininə yardım etmək lazımdır. Amma bilmək lazımdır ki, Allahın dini əsla bizim köməyimizə ehtiyacı yoxdur. Lakin biz özümüz üçün azğı götürməliyik. Ona görə də bax, bu cür dərslər, belə kitabların yayılmasına çalışmaq lazımdır. Tələbələrin dərslərində keçən dərslərin hissələrə bölmək, çalışmaq, insanlara daha asan formasına çatdırmaq, bunun hamısı cihaddan sayılır, qardaşlar. Necə ki insanlar, necə ki kafirlər, gecə-gündüz pullar buraxırlar, fuhuş kinoların buraxılmasına, fuhuş seriallar çəkirlər, pul verirlər, nə qədər reklamına, televiziyasına, orasına, burasına ki, bu fuhuş işlər yayılsın, insanlar evlərinin içində heç ara çıxmadan belə əxlaqları və ədəbləri pozulsun. Dinləri əldən geçsin, dinsizliklər, multfilmlər çəkirlər, cürəbəcür, hansı ki orada əks dini təbliğatlar aparırlar və bunun üzərinə nə qədər pullar verirlər. Yəni, əgər kafirlər bu cür Allahın dininə, insanların şəxsiyyətinə, mənəviyyətinə zərbə vurmaq üçün bu qədər çalışırlarsa, bəs mömin Allah üçün, Allah Azza və Cəllə ona verdiyi ruzidən
Niyə Allahın haqqı yolundayam? Niyə sərf eləməsin ki? Niyə biz çalışmayaq? Niyə biz çalışmayaq ki, Allahın dininə yardım eləyək? Halbuki, yəni nə deyək, kafirlər bu şeylərdə çox bir-birinə nədirlər? Fəaldılar. Və baxın, mənə kitabın başlanğıcına gəlir ki, Bismillahirrahmanirrahim və bihi nəstəin. Deyir, Allahın adı ilə başlayıram, rəhimli və mərhəmətli Allahın adı ilə və ondan yardım deyirik. Deyir, İbn Qeym rahiməhullah, yəni bu cür bir sualla deyir, soruşulur, ona sual verilir. Yəni adam ona sual verir, deyir ki, Mə təqulu sədətul uləməi əimmətid dini radiyallahu anhum əcməin. Deyir ki, yəni deyir, bu uca olan alimlər toplumu. Allah deyir, onlardan razı olsun. Onlar deyir, bu kişi haqqında nə deyirlər ki, elə bir kişi ki, elə bir müsibətə mübtəla olubdur ki, o bilir ki, əgər o bunun üzərində davamiyyətli olsa, onun dünyasını da, ahirətini də fəsad edəcək. Hansı ki, o insan deyir, hər dəfəm çalışdıqca ki, öz dərdinə dərman tapsın, xəstəliyi getdikcə də artıb alovlanır və deyir, neyniyir? Daha da məşəqqətləşir və çətinləşir. Və bunun deyir, dəf üçün, yəni bunu qaytarmaq üçün çarə nədədir? Bunu aradan qaldırmağın yolu hansıdır? Və sonra görün nə deyir? Və Allah Azza və Cəllə deyir, mübtəla olana yardım edənə Allah Azza və Cəllə rəhm etsin. Və bilin ki, Allah Subhanahu Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində deyir, Vallahu fi aunil abdi ma kana'l abdu fi auni axihi. Və bilin deyir, həqiqətən də Allah qulunun yardımındadır. Nə qədər ki, qul öz qardaşının yardımında olduğu yəni müddətcə. Deyir ki, Allah Subhanahu sizə rəhm etsin. Bunun deyir, çarəsini mənə bildin. Baxırsınız, yəni adamın verdiyi suala baxsan, görər ki, adam görün nə deyir? Deyir ki, elə bir dərdə mübtəla olmuşam ki, bilirəm ki, yəni mən əgər bunun davamında üzərində istimrar etsəm, davamiyyətli olsam, mənim dünyamı və axirətimi məhv edər. Ümumiyyətlə, qardaşlar, insan bilməlidir ki, insanın özünün bilməsi var ha ki, mənim özüm mübtəla olmuşam nəyəsə, bunun özü də bir başqa neymətdir. Neçə insanlar var ki, özünün səhv olmağını bilmir, xəstə olmağını bilmir. Hələ də xəstəlik üzərində davam edir. Və elə bilir ki, haqq üzərindədir. Yəni, insan bilməsi ki, mən hansısa bir fəsada düşmüşəm, onun özü də Allahdan olan bir nədir? Neymətdir. Çünki həqiqətən də insanların, nə qədər insanlar var ki, gecə-gündüz Allah Subhanahu dininə zərbə vurur. Fitnələr yayır. Baxın, qardaşlar, ətrafımızda olan, açırsınız da, YouTube-u baxırsınız. Nə qədər bu kimi şeylər var. Bir tələbənin sözünü kəsir, ona calayır. Bu tələbəyə gəlir, sual verir, hiyiləcəsinə. Bu haqda sizin düşüncəniz nədir? Ey şeyx, belə bir dərs verir, sual verir güya və bu adam özünü haqq üzərində bilir, qardaşlar. Elə bilir ki, yəni bu Allahın dininə yardım edir. Bu insan Allahın dininə yardım edənlərdən özünü elə düşünür. Deməli, insanın ümumiyyətlə bilməsi ki, mən fəsada düşmüşəm, onun özü də böyük bir neymətdir. Xüsusi bir neymətlərdəndir. Çünki o qədər insanlar var ki, bilmir xəstəliyini. Deyirəm, vallahi ki, gecə-gündüz insan neynir? Şər yayır, fitnə yayır. Yəni, adam kanal açır,
o kanalda bütün nədir? Günü ancaq dediyi qodu, o tələbənin buna, bu tələbənin buna, onun roliklərini kəsir, ora söz əlavə edir. Yəni, bu insan özünü haqq üzərində bilir. Və ona görə də baxın, insan özü deyir ki, bu adam bilir ki, əgər bunun üzərində davam etsə, onun dünyası və axirəti puç olacaq. Ona görə də insanın bilməsi ki, yəni həqiqətən də onun özü fəsad içindədir, bunun özü də böyük bir neymətdəndir. Və sonra baxın, Şeyx İmam İbn Qeym rahimehullah gözəl bir cavab verir ona. Deyir ki, likulli da'in davaun, hər bir dərdin dəvası var. Hər bir dərdin dərmanı var. Yəni, əslində sonra nə gətirir? Sahih Buxari'də hədis Əbu Hureyra radiyallahu anhun rəvayət elədiyi hədisi gətirir ki, Allah Resulü sallallahu aleyhi və səlləm dedi ki, Allah subhanahu taala elə bir dərd nazil etməyibdir ki, onun dərmanını nazil etməsin. Həmçində İmam Müslimin rəvayət elədiyi hədisdə deyir ki, hər bir dərdin dəvası var. Əgər deyir ki, dərman, yəni dərman düzgün şəkildə dərdin üzərinə isabət edərsə, mütləq bir nədir? Şəfa hasıl olar. Və həmçinin də İmam Əhmədin Musnədində Üsamə İbn Şərikin Allah Elçisi sallallahu aleyhi və səlləmlə rəvayət elədiyi hədisdə deyir ki, həqiqətən də Allah subhanahu taala elə bir dərd nazil etməyibdir ki, onun dərmanını nazil etməsin. Bilən onu bilir və cahil qalan da ondan cahildir. Həmçində və başqa hədisdə deyir ki, başqa bir ləfzdə gətirir ki, elə bir dərd yoxdur ki, onun dərmanını verməsin. İstisna nədir? Bir dənə qocalıqdan başqa. Yəni, qocalıqdan başqa Allah Azza və Cəllə bütün xəstəliklərə dərmanını veribdir. Və İmam İbn Qeym rahimehullah gətirir ki, həqiqətən də deyir, cahilliyin dərmanı nədədir? Soruşmaqdadır. Və deyir, bu insanın qəlbi və hissi ümumiyyətlə cismani olan bütün xəstəliklərə də aiddir. Baxın, qardaşlar, bu hədis çox insanlara, belə deyək ki, nə verir? Elə insanlar var ki, xəstəliyə düşən kimi nə olur? Yəni, Allahdan ümidini üzür. Bəzən də, məsəl üçün, müasir xəstəliklər var ki, tib deyir ki, bunun xəstəliyin dərmanı yoxdur. Bu xəstəlik ölümdür. Amma görürsən ki, Allah Azza və Cəllə nə deyir? Bir də görürsən ki, həmin xəstə sağalır. Nə qədər olubdur belə qissələr? Hətta xərçək xəstəsi olub. Yəni, tib özünün belə təəccübləndiyi hissələr olubdur. Bu o deməkdir ki, elə bir xəstəlik yoxdur ki, Allah Azza və Cəllənin qatında, yəni Allah Subhanahu taala onun dərmanını verməsin. Sadəcə olaraq nə deyir Peyğəmbər sallallahu aleyhi və səlləm? Bilən bilir, cahil qalanda cahildir ondan. Amma Allah Subhanahu taala kiməsə nəyisə bildiribdirsə deməli, o adam bilir. Lakin baxın, insanlar bəzən görürsən ki, bax bir dənə bu hədis insanlara nə qədər güc verir. Hesab elə ki, bir insan mübtəla olub hansısa bir xəstəliyə. İstəyir o bədənlə əlaqəli olan bir xəstəlik olsun, istərsən də o nə ilə əlaqəli olsun? Qəlb xəstəliyi olsun, şəhvətlərə və ya şübhələrə düşən hansısa bir xəstəlik olsun. Yəni, dərmansız heç bir xəstəlik yoxdur, qardaşlar. Yaxşı, bunu bilən insan neynəməlidir? Bax, misal üçün, hər hansı bir insan bir dərdə mübtəla olubdur. İlk olaraq onun yönəldiyi hara olur? Həkimə gedir, düzdürmü? Amma inanın ki, ilk insanın yönəldiyi yer Allah Azza və Cəllənin huzuru olmalıdır. Çünki şifa Allahdandır.
Allah Subhanahu taala istədiyi yerə, istədiyi kəsə şifasını istədiyi şeydə qoyur. Deməli, bir qardaş, ümumiyyətlə yaxın qardaşlardan danışır ki, öz doğma bacısının başına gələn bir şeydir. Deyir ki, xəstələnir bacım. Çox pis bir vəziyyətdə aparırlar bunu balnisə. Bilmirlər nəyə var, nəyə yox. Yəni, adama diaqnoz qoyurlar ki, bu adam xərçəngdir. Bunun da çox pis vəziyyətdədir xərçəng, bədəninə yayılıb. Sanki belə ümidsizlik əmələ gəlir. Sonra qardaş deyir ki, bacım neyniyir? Gəlir oturur evdə. Bu xəstəlik, yəni bəzən olur ki, bunu da deyim, elə xəstəliklər var ki, yəni onun dalında elə xoşbəxtçiliklər yatır ki, insan onu dərk eləmir. Bəzən insana Allah Subhanahu xəstəlik verməklə ayıldır onu. Misal üçün, insan dinsiz olaraq Allahın huzuruna gedəcəkdir. Görürsən ki, nədir? Allah Subhanahu bir xəstəliyə onu müftala eləyir, insan İslam'a gəlir. Tövbə eləyir. Tövhid əhli olaraq Allahın huzuruna gedir. Bu, onun dünyası itirsə də axirəti üçün nədir? Əbədi həyatını qazanmış oldu. Adam yəni namaz qılmaymış həmən vaxtı, nəsə başlayır namaza. Namaza başlayır, başını bağlayır. Deməli, nə edir? Deyir, başladı qardaşın uşaqlarına deyir ki, bilməməyi bu xəstəliyin dərmanı yoxdur. Amma bir baxın, görün bu internetdə zatda bu xəstələr nə qarır. Amma deyir, o qədər dua eləyirdik deyir. Hamı ev əhli Allahdan dua eləyir. Bunun özü də dua eləyir. Biz də dua eləyirik. Deyir, eşitdik ki, misal üçün, filan şeydə boranını, nə bilim, balla qatırlar onun suyun içində, onu eləyir. Nə bilim, filan vaxtı filan sok içmək istəyir, bunu eləyir. O kursu qutarı bunu eləyir, bu kursu qutarı bunu eləyir. Bu şimdi 3 ay, 4 ay ancaq dua, ibadət səbəblər. Dua, yəni ibadət səbəblər. Deyir, Allah Azza və Cəllənin izi ilə deyir, 6-7 aydan sonra deyir, gedir həkimə. Deyir ki, yəni, analizin cavabları səhvdir. Gedin təzdən analiz verin. 100%-in analizin cavabları kimdənsə səhv salıblar. Çünki 6 ayın göstəricisi, yəni indiki göstərici safsən başqa-başqa adamların analizidir. Get başqa yerdə. Deyir, bu da imkanlı adamdır. Deyir, getdim ona ən bahalı yerdə verdirdim analizlərini. Gəldi, eyni cavab çıxdı. Yəni, xəstəlik yoxdur. Vallahi, yəni, qardaş danışır, gözləri dola-dola. Deyir ki, yəni, vallahi deyir, o yadıma düşəndə bu bizim həyatımızın möcüzələri idi. Yəni, xəstəlik yox dərəcəsindədir. Yoxdur. Yəni, tibbin belə, yəni, təəccübləndiyi hissələr var. Necə ki, o keçən dəfə zikr ediyimiz qissə var, Musa Aleyhisselamın qissəsi. Allah-u aləm, yəni, səhihliyini, bəzən də ola bilər ki, İsrailiyyətlərdən gəldiyinə görə, yəni, özü səhih olmasa da, mənaları səhihdir, yəni. Deyir, yəni, Musa Aleyhisselam xəstələndiyi zaman başı ağrıyır. Keçən qissəni zikr edik də. Dua edir ki, Allah Subhanahu ya Rab, mənə bir dənə şifa ver. Allah Azza və Cəllə onu yönəldir ki, get filan ağacın yarpağından götür ye. Və sənin başın ağrısı gedər. Bu da gedir, başının ağrısı, yeyir yarpağı, baş ağrısı gedir. Sonra bir müddətdən sonra yenə bunun ağrıları olur, başının ağrısı. Gedir, birbaşa o ağacın yarpağından götürür, yeyir. Amma baş ağrı nədir? Kəsmir. Və deyəndə ki, ya Rab, bəs sən mənə orada şifa vermişdin. Allah Subhanahu deyir ki, keçən dəfə şifanı o ağaca qoymuşdum, indi isə bu birisi ağacın yarpağındadır. Yəni, Allah Azza və Cəllə üçün yəni, əsas insan bilməlidir ki, şifa Allahdandır. Yəni, bu insan əgər hər hansı bir xəstəliyə mübtala olarsa, bilməlidir ki, yəni Allah Azza və Cəlləyə sadiq şəkildə, düzgün səbəblərlə yapışdı, Allahdan sadiq şəkildə istəsə, Allah Subhanahu onun qarşısına gözəl, düzgün səbəblər çıxardacaqdır. Yox, insan ancaq səbəblərə bağlananda, hətta vallahi ən möhtəbər səbəblərdən yapışsa belə, görürsən ki, nədir? Hətta istədiyinə hasıl ola bilmir. Ən güclü professor olsa belə, Allah Azza və Cəllə ona ol deməyə qədər olmaz. Ona görə də baxın, Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisini gətirməklə İbn Qeym rahimehullah burada gətirir ki, Şeyx Abdurrazaq bir çox xəstələrin yəni nə verir?
Yəni belə deyək ki, ümidsizlikdən çıxardır. İnsan yəqin bilir ki, elə bir xəstəlik yoxdur ki, onun dərmanı olmaz. Allah Subhanahu Allah Rəsulu Əstəqus sadiqin, sadiqlərin sadiqidir. Nə deyib? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, heç bir xəstəlik yoxdur ki, elə bir xəstəlik yoxdur ki, onun dərmanı olmasın. Lakin insan nə etməlidir? Araşdırmalıdır və bilməlidir ki, hansı doğru, düzgün səbəblərdən tutmaq lazımdır. Və baxmayaraq ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisində gətirir ki, həqiqətən də deyir, insanın bilsin ki, cahillik bir xəstəlik, onun dərmanı isə nədədir? Soruşmaqdadır. Deməli, cahilliyin özünü nə adlandırdı? Peyğəmbər sallallahu aleyhi ve sellem. Xəstəlik adlandırdı. Cəhalət ümumiyyətlə özü xəstəlikdir. Və bir gün baxın, qardaşlar, bəzən görürsən ki, insanlar cahilcəsinə bir-birinlərdən eynirlər, fətva verirlər, cahilcəsinə bir-birini yönəldirlər. Hətta dünyavi məsələlərdə belə həkim olmayan insan həkimlik edir. Adam xəstədir, dərdinə dərman axtarır. Get bunu elə. Bizdə var axın-axadı. Get biraz timin sürt. Udhindi ilə balı qarışdır, ondan da biraz sürt. Qanqrena verdi ki. Qardaş, həkim var, bilən var. Ən azından təbib var da. Olsun təbii vasitələrlə. Təbii vasitələrin də özünün həkimi var da. Elə bir barmaq ondan sürt, bir barmaq bundan sonra görsən barmaq yoxdur ki. Sürüdür. Ona görə yəni qardaş, hər şeyin əhli var. Yəni soruşmaq, yəni cahillik bəladır. Elm isə onun dərmanıdır. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellemin vaxtında gələn hədisdir. Rasulullah sallallahu aleyhi ve sellem vaxtında bir qrup toplum, sahabələr çıxırlar səfərə. Səfərdə onların birinin başına qaya düşür, daş düşür, yarılır başı. Və bu özü də yəni cünub olur. İhtilam olur, yəni bu adam qüsula ehtiyacı olur ki, namazın vaxtı gələndə qüsul almalıdır. Və soruşur ki, yəni mənim üçün bir rüxsət görürsünüz, yəni mən görəsən təmim eləyə bilərəm, deyirlər, sənin nəyin var ki, başına bir dənə daş düşübdür, git sən çim də, nə problem var ki? Belə bir fətva verirlər. Adam gedir, qüsul alır, həmən qüsul səbəbinə görə su dəyir yarasına, adam dünyasını dəyişir. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləmə gəlib ərz olunana nə deyir? Allah subhanətələ deyir, Allah sizi öldürsün, siz qardaşınızı öldürdünüz. Yəni, insanların bəzən özləri də bilmədən Allahın dinindən və yaxud da tibdən, cahilcəsinə danışdıqlarına görə hər hansısa bir insanın həyatının son olmasına, neçinsə ailələrin dağılmasına və yoxsa bir insan oturur, bir dənə fətva tapır, çıxardır internetdən, güya kişinin oğlu yardım edir. Nə qədər insan düşdü problemə, getdi, yəni ailələr dağıldı, nə qədər yəni insanların başlarına o qədər bu cahillik vasitəsilə o qədər fəsadlar gəlir ki, yəni insan bilməlidir ki, yəni bilməməzlik özü bir xəstəlikdir. Onun dərmanı da nədir? Elmdir. Elm öyrəndikcə xəstəliklər gedir. Ümumiyyətlə cahillik, qardaşlar, bilirsiniz də, yəni biz keçən dərsdə dedik ki, doğru yol hidayət nəyin üzərinə qurulur? Yəni iki şey üzərindədir. Hidayət dediyimiz şey iki şeylə hasıl olur. Haqqı bilib ona əməl etmək. İkisindən biri azar, yəni olmazsa insan azır. Fərqi yoxdur. Yəni sən haqqı öyrənmədin, haqqı bilmədən əməl elədin və yaxud da haqqı bildin, ona əməl etmədin. Fərqi yoxdur. Hər ikisindən də zəlalətdir. Deməli, onlardan biri nədir? İnsanın cahilcəsinə əməl etməsidir. Çox olmadı, yoruculuq da olmadı. Davam elə, yoxsa dayanaq? Yəni, baxın qardaşlar, ona görə də insan
Bax, bu gün nələr öyrənirik, son olaraq yığarıq bir yerə ki, dərsin məzmunu yadımızdan çıxmasın. Oldu. Və ondan sonra İbn Qeym Rahimehullah gətirir ki, şifanın yollarını sayır. Şifanın yollarını gətirir ki, hansı növlər var. Deyir ki, hər bir dərdin dərmanı var. İndi gətirir ki, Quran özü şifadır. Yəni, şifa axtarırsansa, nədə şifa var? Yəni, şəfa nədədir? İnsan nə ilə sağalır? O vasitələr çoxdur. Başda Quran gətirir. Dəlillərə baxın. Allah Azze ve Celle Fussilet suresinde deyir ki وَلَوْ جَعَلْنَا قُرْآنًا أَعْجَمِيًّا لَقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ. Deyir ki, əgər biz Qur'anı əcəmi bir dildə nazil etsəydik, onlar deyərdilər ki, əgər deyir onun kaş ki onun ayələri açıq aydın olardı. Ə'cəmiyyun və ərəbi, yəni biz ərəb olduğumuz halda, yəni Quran əcəmi dildə nazil olub. Qul, de ki, huvə lilləzinə əmənu hudən və şifə. Allah Subhanahu deyir ki, de ki onlara, bu Quran möminlər üçün doğru yol göstərən və şifadır. Və həmçində Allah Subhanahu deyir ki, وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ. Biz bu Quranda möminlər üçün şifa və rəhmət nazil etmişik. Yəni Allah Subhanahu mütləq olaraq deyir ki, Quranda nə var? Şəfa var. Yəni mütləqdir bu. Bu burada yəni insanlar 100 dənə fikirlər gətirsə də Allah mütləq olaraq var. Lakin bu Qur'anın insana şəfa verdiyi yer harasıdır? Əgər deyir ki, baxın, əgər deyir ki, insan dərmanı haqlı ilə dərdin üstünə düz gətirib isabət elətdirə bilsə, nədir? İnsan sağalacaqdır. Şifa var orada. Lakin bu Qur'an özündə şifadır. Bu şəfanın insana hasil olması üçün hansı qiraət lazımdır? Söhbət ondan gedir. Baxın, İbn Qeym Rahimehullah deyir ki, mən elə bir yerdə idim, orada nə həkim var idi, nə də bir dava dərman yox idi. Elə bir yerdə çox uzun müddətlər qalmışam, deyir orada. Və deyir, mən özümü deyir, yalnız Fatihə surəsindən müalicə edirdim. Yəni, bir dənə Fatihə surəsi ilə özümü müalicə edirdim. Və bunun deyir, yəni çox böyük bir əsərini öz həyatımda görmüşəm. Və kimlərə bunu demişəm, tətbiq ediblər, hər kəs də onu görübdür. Yəni, biz də bu Fatihəni oxuyuruq da, söhbət yəni oxumaqdan, mücərrəd oxumaqdan getmir. Lakin hansı oxunuşa Allah Azze ve Celle bərəkət verir, hansı oxunuşa şəfa hasil olur ondan, o ucu nədir? O başqa bir hissədir. Çünki, yarhamkallah, insan bilməlidir ki, qardaşlar, Qur'anın insana şəfa verməsi üçün, yəni insan onu sidq ürəkdən oxumalıdır. Bir. Və oradakı olan mənaları tədəbbür edərək, nə qədər yəqinliyi çox olarsa, o qədər dayana şəfanın hasil olması o qədər çox olur. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri çıxırlar səfərə, İbn Qeym Rahimehullah gətirir ki, burada. Onlar gəlirlər elə bir yerə ki, bir qövm olur, onları gəlirlər, orada düşürlər, sığınacaq istəyirlər. Sığınacaq istəyirlər, onlar onlara nə edirlər? Sığınacaq vermirlər. Və bir bu toplum raht, yəni bir toplum olurlar onlar. Bəzən də deyirlər ki, bu raht deyəndə 3-dən 10-a qədər olan, 10-a yaxın olan topluma deyirlər. Bunlar otururlar bir qıraqda, olurlar bir yerləşirlər bir qıraqda. Bunların başçılarını, bu qəbilənin başçılarını nə edir? Əqrəb sancır. Və bunlara nə qədər səbəbləri axtarırlar, sağalmır. Gəlirlər, göndərirlər ki, gedin o toplumun içində, bəlkə onlarda hansısa bir vasitə olar. Yəni bizim ağamızın başçımıza bir əncam qılar xəstəliyinə. Onlar da gəlib deyəndə, onların içində sahabələrin biri qayıdır nə deyir? Deyir ki, yəni mən ofsun bilirəm. Yəni ruqiyə bilirəm, oxuyaram. Lakin deyir, siz bizi qonaq eləmədiniz. Mən sizə deyir, yalnız onu müəyyən
bir cü'lə, yəni cü'lə nədir? Müəyyən bir qarşılıq qabağında eləyəcəm onu. Çünki siz bizi qarşılamadınız, qonaq kimi qəbul eləmədiniz. Mən də bunu sizə ancaq qarşılıq qabağında eləyə bilərəm və bundan anlaşırlar ki, yəni burada nə olsun? Bir toplu qoyun verilir, bir sürü qoyuna danışırlar ki, əgər, bax, burada da bir məsələ var, bəzi ərəblərdə belə bir, həmən o cü'lün sözünün mənasını gətirirlər ki, bu, əgər qarşılıq hasil olarsa götürürsən, yəni əgər misal üçün, ruqiyyə eləyəcəm, şifa hasil olsa verəsən, olmasa verməyəsən. Bəzən görsən, bizdə də olur da, misal üçün gəlirlər, qabaqcadan tas oxuyurlar, ruqiyyə zat. Bəzi alimlər bunu nə deyirlər? Düzgün görmürlər. Deyirlər ki, bu qarşılıq qabağında olmamalı. Yəni, orada da sahabələrdən gələn feyl hansıdır? Onların şəfa hasil olandan sonra götürməkləridir. Və sahabə gəlir ora Fatihə surəsi oxuyur. Fatihə surəsini oxuyur və deyir, sanki dəli necə zəncirdən açılar çıxar. O cür, yəni insan sağalır, qalxır, yeriyir, heç nə olmamış kimi. Heç nə olmamış kimi sağalır. Və onlar sürüyün götürəndə deyirlər, gəlin bunu bölüşdürək. Deyir ki, yox, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gedək, o mənə nə desə, mən onu eləyəcəm. Və gedirlər Peyğəmbər sallallahu aleyhi ve sellemə yanına, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, artıq düz isabət etmişsiniz, bölün, mənim də payımı oradan verərsiniz. Və ondan sonra nə deyir? Deyir, sən nə bildin ki, Fatihə surəsi ruqiyyədir. Yəni, deməli, Quranın özündə nə var? Şifa var. Ona görə bəzən insanlar görürsən ki, xəstəlik olanda ilk olaraq qaçırıq hara? Aptekə. Vallahi ilk olaraq ruqiyyənin üstünə qaçmalıyıq. İnamsızlığımıza görə, yəni ona inanmırıq deyənə və inamımızın az olduğuna görə də əslində şifanın hasil olmamalı. Yəni, bizdə var, deyir ki, cəmaat bu boyda dərman atır, sağalmır. Sən deyir, otur, Quran oxuyasın. Get apteklərin dərmanını al. Yəni, bu inamsızlıq nə qədər insanın içində varsa, o qədər də ona o Qurandan bərəkət hasil olmayacaq. Oldu. Ona qədər nə qədər insan birbaşa Allah subhanahu bağlanaraq səbəb demirsən, ilk səbəb ruqiyyədir. Əlini qoy ağrıyan yerinə 3 dəfə Bismillahdir, ruqiyyə oxu. Fatihə surə oxu. Ayətül Kürsünü oxu. Və başqa, məsələn, Quran ümumiyyətcə özlüyündə başdan ayağa nədir? Şifadır. İnşallah burada dayanaq Allahın izni ilə, dərs çox uzun çəkməsin. Allah Azə və Cəllədən istəyək ki, Rəbbim bu dərslərimizi bizim üçün faydalı etsin. Rəbbim bizə eşitli faydalardan etsin. Bununla bizim əxlaqımızı, ətrafımızı, ailələrimizi, övladlarımızı islah etməyə nəsib etsin. Allah Azə və Cəllə bizi daha xeyirli toplum içərisində Rəbbim bizi zikr etsin, əff etsin günahlarımızı, Rəbbim bizə gözəl sonluq versin. Və doğrusunu Allah bilir. Subhanakallahumma rabbana və bihamdik. Nəşhədu an la ilahe illa ente estağfirullah və nətubu ileyh.